Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqdayıq. Bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Talih yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. En temiz arzulu günleri. En temiz arzulu günleri.
İlk növbədə bizim baş tacımız olan müəllimlərimizi salamlayaq. Əl çalırıq. Bizim bu həyata qədəm qoymağımızda onların böyük əməyi var. Və hər zaman onların əməyini, onların nəsihətlərini üzərimizdə hiss edirik. Minnətdarıq onlara. Yəni bu minnətdarlıq hissi ilə bu proqramı açırıq, tədbirimizi açırıq. Və bizim aramızda olmayan hörmətli, sevimli müəllimlərimiz olub. Onlar dünyasını dəyişiblər. Sonra bizim qardaş və yaxud bacılarımız dünyasını dəyişiblər. Və ən əsası da, yəni əsas deyəndə hamısı əsasdır. Həyatımızı tərk edin və bizim uğrumuzda, bizim bu vətən uğrunda şəhid olan qardaşlarımızı, bacılarımızı yad eləyək sükutla. Çok teşekkür ederim. Geyimimiz, hukukumuz bir idi. Şagird idi hamımızın adı da. Elə bil ki boyumuz da eyniydi. Aman Allah, ne xoşbəxtdik biz onda. Bir müəllim töhməti idi dərdimiz. Bir töhmətdən için yanırdıq. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri, ömrümün ən şirin, duyğulu günləri, ömrümün ən şirin, qayğısız günləri, hər anı bir ömrə bərabər sehirli günləri, məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri. Hələ onda sevincimiz çox idi,
yazılanı bir silgiyle pozmak da bizim için ne asandı, ne asan. Habersizdik ömrümüze biz hele, tale yazan pozulmayan yazıdan. Dünya hele bizim için nağıldı. Min arzuyla alışırdık, yanırdık. Özümüzü biz hamıdan ağıllı, özümüzü ne bəxtəvər sanırdık. Məktəb illəri, ömrümün en şirin, duygulu, kaygısız günleri. Her anı bir ömre beraber sihirli günleri. En temiz arzulu günleri, məktəb illəri. Ömrümün en şirin, duygulu, kaygısız günleri. Her anı bir ömre beraber sihirli günleri, məktəb illəri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəcimiz çox idi. İndi isə yani artıq tədbirimizi açıq elan edirik. Bu tədbirə öz xeyir duasını vermək üçün əziz müəllimlərimizə söz veririk. Arif müəllimə, sevimli və hamının sevimlisi Arif müəllimə söz veririk. Buyurun Arif. Hamınıza minnətdaram, çox sağ olun. Birinci növbədə bu tədbiri hazırlayan, bu tədbirin təşəbbüskarı olan, bu tədbiri ərsiyə gətirən şagirdlərimizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bizə yeni yaşam tərzi verdilər. Bu nə yaşam tərzidir? Səndən doymaq olarmı? Həyat, sən nə şirinsən. Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən. İnsan həyatın qədrini bilməlidir. Həyatın şirinliyi də elə bundadır. Bizi 40 illik zaman məsafəsi ayırır. Zaman getdikcə bütün canlı aləmi də özü ilə aparır, dəyişdirir. O cümlədən insanı da dəyişdirir. Yəni siz şagirdləri də dəyişdirib, biz müəllimləri də dəyişdirib. Biz qocalmışıq, bəzilərimiz dünyadan keçib. Siz isə ömrünüzün ən yetkin, ən kamil dövründəsiniz. Ona görə, bax, bu həyatın gözəlliyi bizə böyük doğmalıq bəxş edir. Müəllim şagird doğmalıdır. Ata, ana, övlad necə bir-birinə mehribandırsa, müəllim şagird də bir-birinə belə mehribandır. Nəyə görə? Çünki valideyn də uşaqlıqdan, uşağın uşaqlığını, mənim məsələn, övladlarım neçə yaşındadır, belə 45-46 yaşında, ancaq mən onları hələ uşaq kimi görürəm. İndi bugün mən sizə də baxıram. Bax, sizin hamınızın simasına baxıram. Yetkinsiniz, 60'a yaxın yaşınız var. Ancaq bu yaşın içində, bu simanın içində sizin uşaqlığınızı görürəm. Zenfiranın uşaqlığını görürəm. Raifənin uşaqlığını görürəm. Fərqanənin uşaqlığını görürəm. Ərkinazın uşaqlığını görürəm. İradənin uşaqlığına hamısını bir bütün uşaqların yaddaşı bax burada həkk olunub. Həyat hər şey dəyişir. Dəyişməyən bir şey var. Uşaqlıq xatirələri. Bax görürsün, mənim yaddaşımda, müəllimlərin yaddaşımda dəyişilmir. Bütün şagirdlərlə, bax Mahir buradadır. Necə oxuyur? Qurbanı Teymur buradadır. Yaxşı bir xatirə yadıma düşdü. Bir gün Teymur'a dedim, Teymur, bəlkə Teymur'un yanındadır. Dedim, Teymur, məktəbdə tədbir olacaq. Bu, Böyük Vətən müharibəsi ilə əlaqədardır. Sovet dönəmi idi də. Dedim, sən belə bir mövzu yazmalısan. Böyük Vətən müharibəsi illərində ədəbiyyat. Teymur bir həftənin içərisində qəşəng bir mövzu hazırladı.
Böyük Vətən müharibəsi illərində ədəbiyyat. Baxdım, vərəqlədim o yan bu yan, gördüm mövzu çox bitkin, yığcam, konkret, məzmunlu, əhatəli, hər şey. Az sözlə çox məna ifadə edib. Çox xoşuma gəldi. Onu saxlamışdım çox vaxt. Təkcə ən yaxşı şagirdlərim Əhməd Mahir buradadır. Onun da yazısını saxlamışdım. Sizin də yazıda. Hətta Əkbərov Kitabullah, Əsədullayev Elman, onların yazılarının son dövrdə bəziləri Hüseynov tarix çox savadlı idi. Çox savadlı idi. Onun hətta demək Mircəlal Paşayevin Bir Gəncin Manifesti romanını demək 36 list yazdı. Tarixi biraz indi xəstə idi də, təqdim elədim ona axırıncı illərdə. Dedi, mən bu mərcəni Mehriban Əliyevəyə verməliyəm. Çünki Mirzə İbrahimov onun babasıdır. Belə dedi. Ümumiyyətlə, bax, həyatın şirinliyi budur. Sizin hər birinizlə bir-bir xatirələrim var. Bir-bir. İndi vaxt ola bilsin ki, azdır. Çoxları indi danışmaq istəyər. Elə bir də oradan Qurbanov Azər, o necə gəlib sinifdə oturardı, özü də hansı partada oturardı, özünü necə aparardı, olduğu kimi gözümün qabağındadır. O tərəfdə İbrahimov əyləşib, hamısını bilirəm. Ağayev əyləşib, Rüfət əyləşib, Rüfətlə, sonra Solduz buradadır, Solduzla zarafatını çox olardı. Belə, bax, sizin bütün, bax, şagirdlərimizlə belə mənim o xatirələrim qalıb, yaddaşımdadır. Bax, bunlar mənə ruh verir. Bunlar mənə elə bir ki, güc verir. Böyük dahi insanlar deyirlər ki, insan ən ağır vəziyyətdə, yəni ən xəstəlik olan dövründə və ya o çətin olan dövründə xatirələr onu vəziyyətdən çıxardır. Onlara deyirlər ki, həzin olur xatirələr, şirin olur xatirələr, kövrək olur xatirələr. Bugünümdən sabahıma əmanətdir xatirələr, öz ömrümə dəyanətdir xatirələr. Xatirələr insanları yaşadır. Bax, bugün bax, bu xatirələr sizin uşaqlıq illəriniz mənə zövq verir. Elə bir ki, mənə ruh verir. Bax, belə. Bir də mənim bugün bir müəllim kimi tövsiyəm nədir? Hələ ki, gəncsiniz, ömrünüz qabaqdadır. Həmişə şən yaşamağa öyrəşin. Həmişə yaxşı yaşamağa öyrəşin. İçərinizdə pis nə varsa hamısını çıxardın. O sizin özünüzə ziyandır. Birinci növbədə sizin özünüzə ziyandır. O şairin bir sözü var. Deyir, tökülsə də saçlarım, ağarsa da saçlarım, tökülsə də dişlərim, bükülsə də dizlərim. Budur ürək sözlərim. Gənclik, hara gedirsən? Gənclik, hara gedirsən? Nə var gənclikdə gözəldir? Hər şey gənclikdə gözəldir. Sevib sevilmək də, ata-anaya məhəbbət də, yemək içmək də, bütün hər şey gənclikdə gözəldir. Qocalıqda ancaq xatirələr qalır. Qasım bəy Zakir'in yaxşı bir sözü var. 87 il yaşayıb, yenə qocalığından şikayət edir. Deyir ki, Zakirəm, türfə xiyaban ilə bağım vardır. Yatmağa, durmağa, rəngin otağım vardır. Nə qədər aşı pulov yesə qonağım vardır. Yaxşı nəvvadələrim, oğul uşağım vardır. Yoxdur bir özgə qəmim. Fikri xəyalım, qocalıq. Çalışın, həmişə cavan qalın. Həmişə belə yüksək əhval-ruhiyyədə qalın. Sizə uğurlar arzu edirəm. Bir də bir müəllim kimi, bir pedaqoq kimi sizə tövsiyəm, nəsiyyətim budur ki, dövr, zaman biraz çətindir. İndi bax, ailə münasibətləri baxımından çalışın, hamınız ailə başçısısınız, övladlarınız var, nəvələriniz var. Ailənizə yaxşı başçılıq edin. Gözəl münasibət yaradın, səmimi münasibət yaradın. Elə münasibət yaradın ki, ailədə böyükçilikli izlənilsin, gözlənilsin və ailə tərbiyəsi, ailə mədəniyyəti yüksək olsun. Bütün bunlar hamısı siz ailə başçınızdan asılıdır. Bu yolda sizə uğurlar arzu edirəm. Çox sağ olun, var olun, minnətdaram, mənə ruh verdiniz.
Sağ olun. Sevimim müəlliməm şəxsən mənim həyatımda, mənim təhsilimdə böyük rol oynamış. Bizim həm müəlliməmizdir, həm anamızdır, həm bacımızdır və s. Mən xoşbəxt insanlardan biriyəm ki, həm onun şagirdi olmuşam, həm də bir müddət bir yerdə işləmişik hər birinizlə. Məhəbbət müəllimə, sevimli müəllimə də söz verirəm. Onun da xeyir dualarını eşitmək istəyirik bu tədbir üçün. Salam, sevimli şagirdlərimiz, indi keçmişdə, müəllimlərimiz. Birinci növbədə mən bu tədbiri təşkil edənlərə, zəhmət çəkənlərə çox böyük tədbirdir, çox böyük zəhmət istəyir. Onlara öz təşəkkürümü bildirirəm. Bilirsiniz, mənim çox xoşuma gəlir. 10 ildən sonra, 20 ildən sonra bir-birinə rast gəlib, keçmişi yad eləmək. Buna da bu təşkilatçılarımız, necə deyilir, səbəb oldular. Baxıram hamının üzlərinə, şükür Allaha, neçə il keçmişdisə də, Fısaravını hamını lap yaxşı tanıyıram, göz üzünüz də, necə deyilir, çox da yaş dəyişib, birazca xarici görkəm dəyişib, ancaq ürəkdə olan o məhəbbət elə bilginən ki, sizi çəkir mənə. Keçmişdə bizim keçirdiyimiz günlərimiz, dərslərimiz, tədbirlərimiz, Mahir bəy dedi də, nəyə görəsə deyir, sevimli müəlliməm, yəqin ki, biraz ondan zəhmətim olub, ancaq yadınıza salım, sizin dövrlərinizdə bizim çox tədbirlərimiz olub. Yəqin ona görə də müəllimdir, müəllim ömür boyu müəllimdir ölənə qədər, ancaq o müəllimin taktikasından çox şey asılıdır. Baxıram, sizi elə bilirəm, öz uşaqlarımı görürəm. Mənim uşaqlarım da şükür Allah, indi gəlib 45-i ötüblər. Elə sizin kimidirlər. Elə bilirəm ki, mənim o dövrdə siz də balaca uşaqlar idiniz, əlinizdən tutub burada aparmaq, ya da orada aparmaq, ya da nəsə öyrətmək, ya nəsə təşkil eləmək, o vaxt mənə çox xoş idi. İndi də sizə baxıram, onların hamısı yadıma düşür. Sizə Arif müəllim çox danışdı, uşaqlıqdan, böyüklükdən, nə bilim mən nədən, ancaq demək istəyirəm ki, belə bayaqları maşında gələ dedim ki, Zərifə, əgər mən bilsəm ki, bizim vupuskamız, məsəl üçün məktəb, belə bir şey təşkil edirlər, birinci samolyotla uçaram, gedərəm oraya. O qədər adama xoş gəlir. Allaha and olsun, baxıram sizə, çox sevinirəm. Hərənin bir peşəsi, vəzifəsi, ailəsi, uşaqları, nəvələri. Allah Taala sizi gələcəkdə də, bizi gələcəkdə də belə mehriban eləsin. Bir-birinizə axtarmaq, bir-birinizlə maraqlanmaq, bir-birinizlə necə deyilir, biz bir ailəyik. Bu mahnıda da oxuyur, biz bir ailəyik. Bu davam edilsin. Allah'ta da deyilir ki, bir-birini axtarmaq, bir-birini saymaq, bir-birini yoxlamaq çox böyük bir, necə deyilir, bacarıqdır. Bunu bacarmışsınızsa, mən sizə təşəkkür edirəm. Biz də sizin içinizdə, sizinlə çox sevinirik. Mahir bəlkə yadına düşər tədbirimiz. День Победы. Вспомнил что-то из этого. Все наши эти предприятия, все наши мероприятия. Я горжусь такими детьми. Сейчас уже у вас свои дети, наверное, внуки. Такими детьми, как вы. Всеми нашими учениками. Большое спасибо за приглашение. Bizim sevimli müəllimimiz Əbülfət müəllim də buradadır. Çox şadıq ki, o da bizi tək bırakmayıb. Ona da söz veririk, onun da xeyir dualarını eşləyək. Çox sağ olun ki, söz verdiniz mənə. Minnətdaram. Arif müəllim, Məhəbbət müəllim hamısı sizin haqqınızda danışdı. Mən də sizə can sağlığı, uzun ömür,
xoşbəxtlik arzulayıram. Sağ olasın. Bizim bütün siniflerimizde yani A, B, V sinifinde ders veren Zarife müellime de buradadır. Zarife müellime, sizin de sözlerini, ürək sözlərinizi, için xeyir dualarınızı eşitmek istiyorum. Çox sağ olun mənə söz verdiyinə görə. Mən bir şeyi xatırlayıram. Mənim ilk gənclik illərim. İlk dəfə mən 45 il bundan əvvəl 80-ci ildə məktəbə gələndə bax bu siniflərdə mən musiqi rəhbəri kimi gəlmişdim. Bir də sinif müəllimi kimi yox, musiqi rəhbəri kimi. Mən sizə musiqi sevinç bəxş elədim. Hər bir dərsdə, musiqi dərsində 2 sinifdə dərs demişəm. 5 sinifində, Mahirgilin sinifində, bir də ki, İradagilin sinifində. Çox sevirdim bu uşaqları, onların musiqi qavramalarını. Bax uşaqlar, həyatınız həmişə musiqi ilə dolsun, sevinclə dolsun. Sizə bax bundan sonraki ömrünüz musiqi ilə, sevinclə olsun. Sizə uğurlar arzulayıram. Burada mənim qardaşımı da görmək istərdim, Zeynalı. Zeynal da sizin sıralarınızda idi. Sizin sinifinizdə bilirsiniz ki, ən yaxşı oxuyanlardan biriydi Zeynal. Onun da bu gecə onunla danışdım, dedim, sizin buraxılış dəvət eləyir. Deyir, mənim salamımı onlara deyir. Deyir, onlar mənim qəlbimdədir həmişə. Nə qədər mən müharibə zonasında olsam da, nə qədər güllə baraban səsləri eşitsəmsə, yenə də mənim ürəyim o uşaqlarla döyünür. Mənim salamımı onlara çatdırasın. Sağ olun mənim əzizlərim. Mənim gözümdə hələ də o 6-cı sinifin uşaqlarısınız. Var olasınız. Artık indi burada ham geldi artık. Çok yine derinden minnettarlığımızı bildiririk aziz müəllimlərimizə. Bizim həyatımız müəllimlərlə tamdır. Müəllim olmayan həyat heç vaxt tam ola bilmir. Ona görə nə qədər minnəttar olsaq da azdır hər birinizə. Çox sağ olun. İndi isə mən istəyərdim ki, burada iştirak edə bilməyən müəyyən səbəblər üzündə başqa ölkələrdə yaşayan bizim buraxılışın uşaqları, məsələn, bir xatırlamaq istəyirəm. Elə birinci Zeynaldan başlamaq istəyirəm. Zeynal bizim ən aktiv, çox əlaçı şagirdlərdən biri idi, bilirdiniz. Həm də bizim qardaşımızdır. Onun salamlarını da çatdırırıq burada. Biz onunla əlaqədar qrupumuz var bizim. O da öz salamını bildirir. Sonra Almanya'da yaşayan Heybət var, Heybət qardaşımız. Rusiyada Rüstəm, Dəmir, Nuru, Fuad, Şövqi Ağayev, Bilal, çaysaq indi hamısı çox var. Nəhmətov Tahir, çox sağ olsun. Burada 2 hacı qardaşımız da olmalıydı. Onlar indi ziyarətə gedirlər Məkkəyə, ona görə gələ bilmədilər. Onların da salamını və xeyir dualarını çatdırıram. Hacı Əmir və Hacı Elman, Hacı Üzeyir yəqin ki özünü çatdıracaq birazdan bura. Və s. Hamısının adını çəkmək mümkün deyil. Çox vaxt aparacaq. Yəni onları da yaddan çıxartmayaq. Belə, yəni qısa bir arayış eləmək istəyirəm. Mən istərdim ki, şagirdlər də öz xatirələrindən danışsınlar, amma indi yox. Biraz artıq başlaya bilərik, necə deyərlər, bismillah eləyə bilərik. Arada mən bəzi şagirdlərimizə, bacılarımıza, qardaşlarımıza söz verərik. Nə olacaq? Yəni ipucu verirəm. Yəni məktəb həyatında ən yadda qalan, hansısa müəllimlə bir xatirə, qısa 3 dəqiqə belə danışa bilsəz, yəni yada salsaz, mən bilirəm ki, hamının həyatında belə xatirələr var. Həm də qardaşlara da aiddir. Belə, hamı xoş gəlib bura, hamınızı xoş gördük. Bundan sonradakı ümid edirəm ki, bizim artıq əlaqəmiz olacaq. Bir-birimizlə əlaqəmiz olacaq və görüşəcəyik. Yəni, bu ilk görüşdü, gec də olsa ilk görüşdü. Çox sağ olun.
Hamıya gözəl istirahət arzulayıram. Çox təşəkkür edirəm. Çox sağ olun. Allah can sağlığı versin. Allah hər birinizə ömür versin. Hər zaman belə gözəl günlərdə yığışaq. Yazı yazan Goşa yazmış, Bir silinmez daşa yazmış. yazı yazan Goşa yazmış, Bir silinmez daşa yazmış. Seni benle koşa yazmış. Ömrüme yaz aktarmışım. Seni benle koşa yazmış. Ömrüme yaz aktarmışım. Ümidime burada olsa, arzulara kanat olsa. Ümidime burada olsa, arzulara kanat olsa. Etraflı hayat olsa, seni ben çok aktarmışım. Etraflı hayat olsa, ömrüme yaz aktarmışım. Bu hasreti ötüp geçip Düzil kara biz and içer. Bu hasreti ötüp geçer. Düzil kara biz and içer. Ay vaktime düşen çiçek, ömrüme yaz aktarmışım. Arda kapım yarımı, şirin arsızlarımı söyle. Arda kapım yarımı, güzel arsızlarımı. Güzelsiniz.
Ne oldu sen mənə əlvida dedin? Ömrümdən beləcə neçə gün keçdi? Saxlaya bilmədim, uçdun əlimdən. Ah nə təpasızsan, yaman cavanlı. Ay yaman cavanlı, dayan cavanlı. Ömrümün xoşçaları sizinlədir. Söylə, söylə hara gedirsən cavanlığım. Məni qoyub hara gedirsən cavanlığım. Söylə, söylə hara gedirsən cavanlığım. Məni qoyub hara gedirsən cavanlığım. Ne oldu sen mənə əlvida dedin? Aleyhim dolaşdı yaman cavanlı. Saxlaya bilmədim, uçdun əlimdən. Ah nə vəfasızsan, yaman cavanlı. Aman cavanlı, dayan cavanlı. Ömrümün xoşçaları sizinlədir. Söylə, söylə hara gedirsən cavanlığım. Məni qoyub hara gedirsən cavanlığım. Güzel sevdiğim insan, uzun saçlı yarımsan, balımsan, canımsan, beşte sen karalımsan, canımsan, kumar gözlü yarımsan, yüreğini vermene, beşte sen karalımsan. Ay lelelele canım, lelelele canım, lelelele yarımsan, benim senden kanımsan, lelelele yarım, lelelele canım, lelelele yarımsan, benim senden kanımsan. Nazlı şirin nazlı, nazlı yalın yazdım. Nazlı şirin nazlı, nazlı yalın yazdım. Yine de birini yazdım, yine de birini yazdım. Ölüm senin için, gülüm senin için. Ölüm senin için, gülüm senin için. Ben kimi aşıklar sevgi yollarında, gözleri belli olmuş onun yollarında. Senin kucağında, senin kollarında. Ölüm senin için, gülüm senin için. Ölüm senin için, gülüm senin için. Güzel. Ay bizi faiz etti tanış, sen dolunu bense yanlış. Desen o elbet adam, heykelim karış karış. Adamına neyse oğlum, sana bile kurban olun, sana bile kurban olun. Ben yalan izlerine, süzülüm gözlerine, sana sessiz sarılım, süzülüm sözlerine. Ruhumda neyse oğlum, sana bile kurban olun, sana bile kurban olun. Derdi oğlu dermanın olun, ruh ol ben canın olun. Ölünce sen ol yanımda, ay senin kurbanın olun. Sen dedin sultanın
seni. Silebilmezsen buradan yeter. Heves edebilmezsen geç biri. Adınla mühürlenir bu kalbi. Seven yüreğime yazmışam ben seni. Silebilmezsen buradan yeter. Heves edebilmezsen geç biri. Adınla mühürlenir bu kalbi. Gel güzelim, ay eselim. Darılmışam dünya kadar yüreği. Gel gelin, ay eselim. Darılmışam dünya kadar yüreği. Aa gel dedin gelmedin mi ben? Gördüm mü seni? Gül dedin gülmedim mi ben? Sevdim mi seni? Aa gel dedin gelmedin mi ben? Gördüm mü seni? Sen dedin sevmedin mi ben? Sevdim mi seni? Daha bana hiç ne söyleme. Gördüm mü seni? Ne izleme ne gözleme. Sevdim seni. Daha bana hiç ne söyleme. Gördüm mü seni? Ne izleme ne gözleme. Sevdim sizi. Teşekkür ederim. Deməli, məktəb illəri, məktəb həyatı elə bir şeydir ki, İradə xanım. Deməli, düzdür? Ha. Orada elə xatirələr olur ki, insanı həyat boyu o müşahiət eləyir, həm də iz buraxır. Məsələn, bir müəllimin bir sözü ya kəlamı, bir cümləsi, onu həyat boyu unutmursan. O sənin üçün bir, elə bir ki, həyatında bayraq olur. Ona görə mən istərdim ki, biz burada yəni, seyirci olmayaq, iştirakçı olaq. Yəni, seyir edək, bu yadda qalmayacaq. İndi hamı fikirləşsin də, biraz məsuliyyətli olaq. Yəni, mən durub danışacağım burada, yəni, nə olacaq, heç bir şey. Yəni, baxacaqlı deyil. Sən ancaq sən danışmısan orada. İstəmirəm mənə belə danlasınlar, evdə danlayacaqlar. İndi mən burada həm qardaşlarımıza, həm bacılarımıza söz vermək istəyirəm ki, o həmin dövrdə onun yadında qalan, o dediyim kimi vurğuladım bayaq, o hadisələrdən yadlarına salsınlar. Kim danışacaq danışar, amma ki qanları da xatırlasınlar o anları. Bizimlə bölüşsünlər. Yəni biz çox şad olacağıq. Yəni indi bura sadəcə yığışmağımız bizi belə şad eləyirsə, bir-birimizi dinləməyimiz biraz da bizi şad eləyəcək. Xatirələr canlanacaq da, düzdür? Düz deyirəm Sevda xanım. Sevda xanım düzdür? Hə. Çünki fikriniz yayılmışdı. Hə. İndi mən söz vermək istəyirəm Teymur bəyə. Həm də yeznələr həmişə görə cərimədə olsun da, cərimə mendicəsin. Görək Teymur nə yadında qalıb, nə demək istəyir bizə bu görüş? Hər vaxtınız xeyir olsun. Əbəd müəllimə nəsə demək istəyir? Bəlkə də siz məni düz başa düşməyəsiniz. Mən istəyirəm ki, hər kəs danışanda bir balaca özünün indiki vəziyyətindən danışsın. Bəlkə mən sizin hamınızın həyatınız necə qurulub, nə ilə məşğulsuz, kimsiz? Biz axı zəhmət çəkmişik, sizlə öyrətmişik, böyətmişik, nə eləmişik. İndi hamını bəlkə tanımıram, kim hansı vəzifədə işləyir, hansı peşədə işləyir. Hərə biraz imkan olsa danışsın öz ailəsindən də, öz indiki günündən də. Olar mı? Yaxşı. Onda birinci məndən başlayırsınız da. Mən demək Qurbanov Teymur Abdullahoğlu, hamı tanıyır, belə deyək. Bəli. Sizin hamınızı birinci növbədə salamlayıram. Müəllimləri birinci növbədə, əziz müəllimlərimi salamlayıram. Demək, mən düzdür, uzun illərdir mən gedib gəlirəm kəndə, yəni çox uşaqları tanıyıram. Amma elə, məsəl üçün, qızlardan baxdım, bəzilərini tanımadım. İnşallah, yəni ona görə bu bizə görüş bizim üçün çox vacibdir. Bundan sonraki görüşlərimiz lazımdır ki, davamı gəlsin ki,
biz necə deyirlər, bir-birimizlə ünsiyyət quraq. Mən demək, mənim həyat yolum belə deyək, hərbi orta məktəbi bitirəndən sonra Ali Hərbi Dənizçilik Məktəbinə qəbul oldum Sevastopol şəhərində. Demək, xanım bacı buradadır. 10-cu sinifdə oxuyarkən Arif müəllim, mən rəhmətlik Vəli Şəminin demək, Tərəvəz bazası var idi, orada işlədi. Son 2-3 aya işlədim. Orada nə bilim biraz pul qazandım, pulu götürdüm. 300 rubl yadımdadır. Oradan da yola düşdüm Sevastopol şəhərinə. Bəli, yaddan çıxmaz. Əlbəttə, yox, yaddan çıxmır. Demək, o vaxtı Ali Hərbi Dənizçilik Məktəbi var idi. Qaradəniz Ali Hərbi Dənizçilik Məktəbi. Oraya imtahanlar iyul ayında idi. Bir də hazırlaşırdım Moskva Dövlət Universitetinə. Oraya isə avqust ayında idi. Rus dilində kitablar tapmışdım, hazırlaşdım. Elə oldu ki, getdim oraya, imtahan verdim, qəbul oldum. Belə. Sonra da gəldim 90-cı ildə Bakıya xidmət eləməyə. 93-94-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak eləmişəm. Çoxsu bilmirdi, indi bildilər ki, mən müharibə veteranıyam. Allah canınızı, 1-ci Qarabağ. Bəli. Bəli, sonra 96-97-ci illərdə Türkiyədə akademiyada oxumuşam. Sonra da ki, demək, 2009-cu ilə kimi mayor rütbəsi ilə çıxmışam. Hal-hazırda təqaüddəyəm. Bəli, sağ olun, çox sağ olun. Allah canınızı sağ eləsin. Məktəb illəri ilə xatirələrim, valla, nə bilim, adam həyəcanlıdır. Məsəl üçün, bəzi şeyləri deyim, Məhəbbət müəllimə mənim yadımdadır, diktantları verirdi mənə, uşaqların. Ki, yoxla ilə, hansı səhvləri var uşaqların, onları üzə çıxarırdım. Arif müəllim lövhəyə çıxardırdı, o biraz çətin sözlərlə biz yarış keçirirdik. Məsəl üçün, nə bilim, Güləbətin də sözlər deyirdi, ümumiyyətlə, nə bilim, cürbəcür sözlər idi. Mən çox şadam, yəni bugün burada iştirak etməkdən çox şadam, sizi görməyimə çox şadam. Belə deyək, yəni burada sözsüz çoxsu olmaq istəyirdi, bəziləri ola bilmədilər, yəni xaricdədirlər. Onların da, necə deyərlər, onları da biz salamlayırıq. Belə. Müəllim, nə gözəl səslənir bu söz. Bu söz başdan başa hikmətdir, hikmət. Dünyada ən nəcib, ən müqəddəs borc müəllimə hörmətdir, müəllimə hörmət. Bağbandır, bağçası bar verir hər an. Daim fəxr eləyir öz əməyi ilə. Gecəni, gündüzü dinclik bilməyib, xalqa xidmət edir öz biliyi ilə. Sonsuza çatsa da çəki vaidir. Müəllimin əməyi çəkiyə gəlməz. Müəllimin əməyin itirən kəslər heç zaman dünyada, heç zaman zirvəyə yüksələ bilməz. Onun ziyasından nur alır günəş. Acizəm şəninə söz deməyə mən. Atadır, anadır əsl müəllim. Hazıram önündə baş əyməyə mən. Çox sağ olun, minnətdaram. Çok sağ ol Temur. Kim? İndi söz veririk bacılarımıza. Hadi orada. Ben istəyirəm Ətir xanımdan başlayaq, xanımlarla. Ətir xanım çox aktivdir bu sahədə, ona görə. İndi onun yüngül ayağı ilə yavaş-yavaş o biriləri də canlanacaq. Təşəkkür eləyirəm. Hər biriniz əzizlərimsiniz, doğmalarımsınız. Gördüyümə çox sevinirəm. Xüsusilə də müəllimlərimi. Bizə danışıq tərzinin, yəni əsas cümlələri necə düzgün qurmağı, içimizdə olan fikirləri aydın tərzdə ifadə etməyi öyrədən müəllimlərimiz. Sizləri sevirik. Sizin sevginiz içimizdədir, ürəyimizdədir, hər zaman xatirələrimizdə varsınız. Məktəb illərində xatirələr çox olub, saysız hesabsızdır xatirələr. İstər oğlanlarla bağlı, müəllimlərlə bağlı, istər xanımlarımızla bağlı xatirələr çoxdur. Amma birini danışıb o birisini
nəsə saxlamaq olmur. Ən yaxşısı odur ki, heç xatirələrdən danışmayaq, o içimizdə qalsın. Mən sizi bir qədər kövrələdəcəyəm. Bəxtiyar Vahabzadədən kömək istəyəcəyəm. Məktəb yolları, məktəb yolları. Sizi bir an belə unutmadım mən. Könlüm min həsrətlə titrəyir, əsir. Hər dəfə keçəndə sizdən. Uşaqlıq illərim düşür yadıma, məktəbə aparmış məni bu yollar. O gözəl günlərin hər kiçik anın sevinclərlə dolu bir aləmi var. Bəli, hər anımız sevinclə dolu idi. Qoy o sevincli ürəyimiz qəm görməsin. Hər zaman sevinək. Yenə də Bəxtiyar Vahabzadədən bir misal gətirim. Yaşımız artır, düzdür. Bəxtiyar müəllim deyirdi ki, mən 20 yaşımda, 30 yaşımda elə bilirdim ki, 40 qocalıqdır. 50-yə çatıram, əşi yox, 60-a çatıram. Ancaq başımda uşaqlıq həvəsi hələ qalıbdır. Bizim içimizdə, könlümüzdə, ürəyimizdə, beynimizdə olan o uşaqlıq həvəsini, o körpə mənimizi Allah Taala əlimizdən almasın. Əgər insan körpə kimi saf deyilsə, o yaxşı insan ola bilmir. Elədirmi dostlar? Elədirmi xanımlar? Elədirsə bir alqışlayaq. Sizə bir sürprizim də var. Bir dəqiqə saxla. Özüm haqqında məlumat vermədim. İstəyirəm özüm haqqında da biraz məlumat verim. Təbii ki, kəndimizdə böyümüşəm. Məktəbdə aktiv olduğum qədər elə hər yerdə də aktiv olmuşam. İstər tələbəlik illərində, istərsə də indi son anda da, son illərdə də 2012-dən bu yana xına məclislərindən, nişan, ad günü məclislərində aparıcı kimi gedirəm. Yaşamağımdakı həm Bakıda yaşayıram, həm Lənkəranda. Yəni yoldaşımın işi Bakıda olduğu üçün. Buraya qədər hamınızı sevirəm, hamınızı bağrıma basıram, öpürəm. Qardaşlarım, bacılarım, müəllimələrim, müəllimlərim. Şirin yuxum, şirin rüyam, saf eşqimə çətin doyam, sevgi dolu gözəl dünyam. Mənim qədər heç kəs səni yarım sevə bilməz. Mənim qədər heç kəs səni yarım sevə bilməz. Ətirlisən çiçəkimi, açanı gönçələ çək kimi, mavi gözün dəniz kimi. Mənim qədər heç kəs səni yarım sevə bilməz. Ətirlisən çiçəkimi, açanı gönçələ çək kimi, mavi gözün dəniz kimi. Mənim qədər heç kəs səni yarım sevə bilməz. Mənim qədər heç kəs səni yarım sevə bilməz.
incime, incime, incime gel dilimden. Gayet gel, gayet gel, gayet sana sözüm var. İncime dilimden, gayet sana sözüm var yarım. Gayet sana sözüm var yarım. Gözlerin yada düştü, yüreğim oda düştü. Bu zalimin kısmeti belki de yada düştü. Gözlerin yada düştü, yüreğim oda düştü. Bu zalimin kısmeti belki de yada düştü. Çağırır elim beni, çemenim çölüm, beni çemenim çölüm beni. Göz yaşım sele dönüp aparır seni, beni gelip çıksana yarım. Çağırır elim beni, çemenim çölüm, beni çemenim çölüm beni. Göz yaşım sele dönüp aparır seni, beni gelip çıksana yarım. Gelip çıksana yarım. Bu çölü, bu çemeni tek sensiz gezmek olmaz. Bu çölü, bu çemeni tek sensiz gezmek olmaz. Ter gülü, ter çiçeği yüreksiz üzmek olmaz. Yüreksiz üzmek olmaz. Ter gülü, ter çiçeği yüreksiz üzmek olmaz. Yüreksiz üzmek olmaz. Yada saldıkça seni artır saçımın beni. Yada saldıkça seni artır saçımın beni. Seni aşkar seveni gizlice süzmek olmaz. Gizlice süzmek olmaz. Seni aşkar seveni gizlice süzmek olmaz. Gizlice süzmek olmaz. Gizlice süzmek olmaz. Özü yandı, özü söndü. Ah bu nece muhabbetti. Birdenbire özü döndü. Ah bu nece muhabbetti. Özü yandı, özü söndü. Ah bu nece muhabbetti. Birdenbire özü döndü. Ah bu nece muhabbetti. Evvelidi ahır oldu, tembelidi ağır oldu. Evvelidi ahır oldu, tembelidi ağır oldu. Hakikatin ağır oldu. Ah bu nece muhabbetti. Hakikatin ağır oldu. Ah bu nece muhabbetti. Bir kısmeti hasretimiş, bir kısmeti mühnetimiş. Bir kısmeti nifretimiş. Ah bu nece muhabbetti. Ah bu nece
necə məhəbbətdir. Bir qisməti əsrətimiş, bir qisməti məhnətimiş, bir qisməti nifrətimiş. Ah bu necə məhəbbətdir, ah bu necə məhəbbətdir, ah bu necə məhəbbətdir, ah bu necə məhəbbətdir. Təşəkkür edirəm hər birinizə. Alqışlardan xoşum gəlmədi. Bir daha. Bir gürültülü. Ay sağ olun. Minnətdaram. Sağ ol Ətir, sağ ol. Ətir belədir də. Ver məclisi bir dənə mikrofonu ver, bütün məclis qızışdırar. Orta məktəbdə bir-birimizi tanıyırdıq, müəllimlər də bizi tanıyırdı. Amma ondan sonra nə baş verdi? İstəyirəm mən də bir-iki kəlmə deyim öz. Mənim həyatım çox dəyişkən olub belə, zigzag. Bilirsiniz də. Deməli, orta məktəbi qurtardım. Məhəbbət müəllimənin institutuna girdi. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı. İndi İradə xanıma baxıram, Oktay müəllimi yadıma düşür. Məhəbbət müəllimə bizi çox gözəl hazırlamışdı. Özümdən deyirəm, qoy şey olmasın, ümumiləşdirməyim. Sevgim var idi, ümumiyyətlə dilə sevgim var idi. Mənim üçün fərqi yox, Azərbaycan dili ədəbiyyatı ya da ki Rus dili ədəbiyyatı. Mən çox ədəbiyyatları, yəni Azərbaycan dilində az ədəbiyyat var idi, yəni daha dərinə getmək üçün. Əsasən kitablar Rus dilində idi, ona görə çox həvəsim var idi, həm də idmanı sevirdim. Rus verilişlərinə baxırdım və s. Ona görə getdim, ora qəbul olundum. Orada xalam da məndən incidi ki, mən ora getdim, istəyirdim mən tibb institutuna girim. Oranı fərqlənmə diplomu ilə qurtardım, müəllimlərimizin böyük əməyi ilə. Oranı əla qiymətlərlə qurtardım. Sonra gəldik Sefaradidə 2 ilə yaxın dərs dedim orada. Sonra gəldim, Musavat müəllim gətirdi bizim məktəbə. Orada da 3-4 ay dözə bildim. Sonra qayıtdım Bakıya. Demək olar ki, pedaqoji fəaliyyətim çox az olub. Yəni məktəb fəaliyyətim. Amma ki, mənim o necə ki təhsil almışdım və necə ki institutda oxumuşdum, o mənim indiyə kimi məni izləyir. Yəni onun bəhrəsini görürəm. Həmin təhsilin, Arif müəllimin, Məhəbbət müəllimənin o mənə verdiyi o bagajla mən indiyə kimi də irəliləyirəm və harada işləyirəmsə işləyim, məni o aparır həmişə. Ona görə də təhsil çox vacibdir və xahiş edirəm dönə-dönə ki, öz uşaqlarınıza imkan verin ki, onlar təhsil alsınlar. Mütləq təhsil alsınlar. Ən yaxşısı ali təhsil alsınlar. Çünki onların həyatında elə insanlar gəlir ki, onlar dönüş yaradırlar insanın həyatında, yaxşıya doğru. Məsələn, mənim institut illərimdə də pedaqogika müəllimim var idi, Heydər müəllim. İndiyə kimi yadımdan çıxmır onun tövsiyələri, onun dərsləri. Mən qutaranda mənə deyirdi ki, sənin şagirdlərin xoşbəxt olar. Yəni, amma təəssüf ki, biz hamımız o yenidən qurmanın şagirdləri, yenidən qurmanın bir elə bir ki, buraxılışıyıq, yenidən qurma və s. O dövrə düşdük. O bəzən deyirdilər, səni görüm yenidən qurma vaxtında da olacaq, nə bilim, perestroyka. Biz o vaxtı qutardıq məktəbi və s. Biraz çətin oldu. Ölkə parçalandı, dağıldı və s. Bizim buraxılış üçün, bizim məzunlar üçün çox çətin vaxt idi. Yəni həyata addım qoymaq, daha möhkəm addımlar atmaq və s. Bizim tələbəlik vaxtında çox biz aktiv idik ölkənin həyatında əsasən, siyasi həyatında və s. Və hətta bizim o tələbəlik dövrümüzdə BMT-də Azərbaycan gəncliyi ən aktiv gənclik hesab olunmuşdu. Biz fəxr edirdik ki, o 88-ci il idi, 90-cı illər və s. Millət də çox aktiv idi və gənclik də çox aktiv idi. Yəni, ölkənin həyatında çox aktiv fəaliyyət göstərdilər. Neysə, mən institut qutarandan sonra, yəni 2 il təhsil aldım, dərs dedim, sinif rəhbəri oldum.
Sonra geldim bizim məktəbdə tərbiyə işləri üzrə direktor müavini idim. Oldum. Bəli, Müsağat müəllimin köməyi. Sonra qayıtdıq Bakıya. Orada da biraz təhsillə bağlı işlərimiz oldu. Sonra getdim Azərlə işlədim 5-6 il. Onunla birgə işləmişik. Azər deyirdi ki, hazır ol. Elə olacaqsan ki, sənin qulaqlarında o apelsinin yarpaqları sallanacaq. O heç yadımdan çıxmır. Ki elə bir işdi ki deyir, hazırsansa ona gel benden işte. Ben de işledim. Sonra oradan sonra ben Engin şirketinde işledim. Engin o Procter Gamble mensupları Fransa'dan gelir, Türkiye'den gelir vesaire. Orada işledim. Sonra ise Türkiye'ye gittim. Orada bana davet elediler. Orada təhsil verdim ben. Təhsil 3 yıl. Oradan da hemin şirket beni yapardı. Avrupa'da biraz oldum, sonra Ukrayna'ya geldim. Bu arada öz aile hayatımdan danışmadım. Demek enstitü qutaran kimi ben aile hayatı kurdum. O da biraz zigzag oldu. Yani onda yumuşak desek zigzag oldu. Gittim Ukrayna'ya, sonra orada da bir 7-8 yıl orada işledim. Orada şirketlerde sonra yani özel dersler verirdim. Mətbuat konferanslarında tercümeçiydim. Türk, Rus, Azerbaycan bu dillerden idmançılarla seyahatler elirdik vesaire vesaire. Ondan sonra yani ikinci defa aile hayatı kurdum. 2 oğlum var. Bir oğlum artık evliydi. Onun da öz evi var, öz işi var. Ona da təhsil verdim. Benim esas maraqlandıran inandırın ki sizi hem kardeşlerime, bacılarıma, indi de siz benim kardeşlerim, bacılarım, siz uşaqlarınıza mütləq təhsil verin. Ben mesela titriyirdim onların üstüne ki onlar yaxşı oxusunlar ve ikisi de çok güzel okudu. Biri Business Üniversitesini qutardı. O ikinci oğlum o ise devam eləyir təhsilini. Magistraturanı qutardı Avrupa'da. İndi Avrupa'da doktorluğu oxuyur. Bütün gəzir Avropanı. Yani mən sevinirəm ki onlar mənim evladımdır. Yani mənim istədiyimi onlar eləyiblər. Hem tərbiyəyə görə, hem təhsilə görə. Ona görə çox xoşbəxtəm. Yani xoşbəxtlik nədir? Gözəl müəllimlərin olsun. Bizim müəllimlərimizi yada salaq. İndi Arif müəllimin gözlərinə baxıram, Məhəbbət müəllimin gözlərinə baxıram, Abilfət müəllimin gözlərinə baxıram, Zərifə müəllim. Onlardan işıq almışıq da biz. Başqa müəllimləri də yada salaq. Hamımız Bahadır müəllim, İdris müəllim, Şahab müəllim. Şahab müəllim bizim məktəbin direktoru. Nurlu insan, işıqlı insan. Yani baştan ayağa pedagoji bir insan. Bugünkü gör neçə illərdir biz görüşmürük də. Yəni 40 il deyirik ama heç arada da görüşməmişik, yığışmamışıq. İndi mən xüsusən yadımdan çıxmasın, xüsusən təşəkkür etmək istəyirəm Azər bəyə, öz qardaşımıza. O elə bir ki impuls verdi. Mən heç fikirləşmirdim kimsə istəyir biz yığışaq. Sonra mən Teymurdan eşittim ki Azər istəyir belə bir şey. Ben de oradan fikirləşdim, her gün fikirləşdim ki görəsən var, o tələbat var bizdə. İndi görürəm, sizin gözlərinize baxıram, var imiş. Niye biz bunu əvvəldən eləməmişik? Ona görə çox təşəkkür edirəm. Ona görə ilk addımlarımızı atdıq. 35 nəfəri yığdıq bir qrupa. Hikmət kimi bizim aktif qrup üzvləri orada vardı. Hamını belə ruhlandırdı. Görürsünüz o həmin ruhlanma nəticəsində bizim bacılarımız da qoşuldu. İndi bizi görürsünüz yarı-yarıyıq burada. Heç mən gözlərimə inanmıram. Hətta inanmıram ki biz doğrudan da bugün görüşmüşük. Yani o dərəcədə bu çox vacib idi görüşməyimiz. Ona görə xahiş edirəm ki biz bunu unutmayaq, davam eləyək öz əlaqələrimizi. Sizin hamımızın övladları böyüyür, sonra nəvələrimiz var, olacaq, kiminsə var, kiminsə olacaq. Bilməm ev var, mənim yoxdur. Orada. İndi biz də burada yığışmışıqsa nəsə burada bir məna var. Yəni ki sabah bir-birimizə dayaq ola bilərik. Övladlarımız bir-birindən tanış ola bilər. Nə ola? Bəlkə mən kiminsə qızını aldım öz oğlum üçün. Bəli, Mahir düz deyir. Biz belə eləmişik. Məsələn, Raifənin oğlu mənim qızımla ailəlidir. Bir dənə alqışlayın da nə olub ki? Pis qohum da deyilik. 12 ildir qohumu. Çox da razıyam. Həm qohum kimi, həm qaynana kimi super. Qaynana ki razı oldu. Böyle hadisədir bu.
Ha belə hal-hazırda Türk-Azərbaycan farmasevt yəni əczaçılıq şirkətində işləyirəm. Qeydiyyat şöbəsinin mütəxəssisiyəm. Yenə də o təhsillə mütəxəssisəm. Yenə o dil bilməklə mütəxəssis almışam. Yəni orada da inkişaf eləyirəm. Yəni ona görə deyirəm, yəni təhsil çox vacibdir. Yəni təhsil olmasa sizə deyəcəklər get bir yer yığışdır, nə bilim nə olur. Təhsilin olsa sizə deyə bilməyəcəklər onu. Vallahi deyə bilməyəcəklər, sizə qıymazlar. Öz uşaqlarınıza eləyəcəksiniz bunu. Ay sağ olun. Ad günüdür. Bizim bir qardaşımız var, bizim buraxılışımızın, onu da yadıma saldı. Çox sağ olun, minnətdaram sizə. Əbülfəz bizim sinifimizin, bizim buraxılışımızın, ümumiyyətlə bizim kəndimizin, necə deyərləri, hamıya yarayan, hamının dadına çatan, köməyinə çatan. Bizim kəndin felçeri. O biraz nasazdır, onun da sağlıq problemləri var, uzun müddətdir. Mən elə gəlir ki, bizim bütün kəndimiz onun üçün dua eləyir və Allah Teala ona şəfa versin, onun sağlığı yenə bərpa olunsun. Tezliklə onu, sabah biz onun görüşünə gedəcəyik. Onun üçün də burada dua eləyək, hər kəs öz ürəyində dua eləyə bilər. Belə dəyərli insanları unutmayaq, sinif yoldaşımız. Sabah gedəcəyik. Belə, çox danışdım, özür istəyirəm onunuzdan. Hikmətə də söz verək, yəni öz hikmətli sözləri ilə bizə görək nə deyir. Arzu edirəm, Allah onları var eləsin. Mən yəni ədəbiyyatda biraz zəifəm, ancaq bir kuplet şeir mənim yadımdadır. Ey hörmətli müəllim, hər könüldə yerin var. Hər kətdə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağacların gülü çiçəyi solmaz. Dünyada sənin kimi barlı bağban tapılmaz. Sizə minnətdarıq. Allah sizə can sağlığı versin. Yəni, şəxsən öz haqqımda deyim mən. Mən Novoçerkassk İnşaat Texnikumu bitirmişəm. Yəni, paspicialın üstü işləmirəm. Amma indi yol idarəsində işləyirəm də. Bu başa, o başa Şahlasirdə gedirəm, gəlirəm. Yəni, mən şəxsən öz atam rus dili müəllimi olduğuna baxmayaraq, yəni, mən evdə onu görmürdüm. Uşaqlıq illərində, Tükəvlə kəndi. Amma mən Məhəbbət müəllimə öz minnətdarlığımı bildirirəm. Allah ona can sağlığı versin. Yəni, rus dilini ondan öyrənmişəm. Yəni, hamınızı bağrıma basıram, öpürəm. Allah dünyasını dəyişmiş müəllimlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Allah sizi də var eləsin. Çox sağ olun. Mən də öz növbəmdə hamınızı salamlayıram. Selamun aleyküm. Xoş gördük. Mənim üçün xoşdur sizi görmək. Mən Bəşir Vəkiləm. Yəni tanıyanlar tanıyır, tanımayanlar da yəni tanısınlar. Təşəkkür edirəm müəllimlərə, minnətdarlığımı bildirirəm. Bəli, bizi bu həyat yolunu onlar öyrətdilər. Həyatda yəni yeriməyimizin, qədəm qoymamıza onlar bais olurlar. Necə lazımdır bizə dəstək olurlar. Təşəkkür edirəm onlara. Bir də ki, öz sinif yoldaşlarıma, yəni bütün 85 məzunlar, bizim ömür can sağlığı, mehriban olsunlar, bir-birinə dəstək olsunlar, sağ olsunlar, var olsunlar. Sağ olun. Mən bu dəfə bağışladım yar səni. Gəl barışaq inci səndə eybi yox. Qəlbimi üstədə acı sözlərin, sevgimə qurban elədim eybi yox. Mən bu dəfə bağışladım yar səni. Gəl barışaq inci səndə eybi yox. Gəldi gəlim, ay özəlim, darıxmışam dünya qədər ay ürəyim. Gəldi gəlim, ay özəlim, darıxmışam dünya qədər ay ürəyim.
çalır aləmi, doldur piyaləmi, atın başından qüssəni qəmi. Çalır aləmi, doldur piyaləmi, atın başından qüssəni qəmi. Sən güləndə gülür baharım mənim, Tanrı verən sevgi payımsan mənim. sən güləndə gülür baharım mənim. Tanrı verən sevgi payımsan mənim. Gündüz günəşim, gecə ayımsan mənim. Bir gönçə çiçəyi nazlı baharın sənin. Ay gündüz günəşim, gecə ayımsan mənim. Bir gönçə çiçəyi nazlı baharın sənin. Qaşı qara qara qız, gözü qara qara qız. Qaşı qara qara qız, gözü qara qara qız. Ay qaşı qara qara qız, gözü qara qara qız. 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 Bu qız nə qəşəydir ay Allah, sanki bir mələkdir ay Allah. Bu qız nə qəşəydir ay Allah, sanki bir mələkdir ay Allah. Bağların şirin meyvəsidir bu, ətirli çiçəkdir ay Allah. Bağların şirin meyvəsidir bu, ətirli çiçəkdir ay Allah. Bu qız nə qəşəydir, sanki bir mələkdir. Bu qız nə qəşəkdir, sanki bir mələkdir. Bu qız nə qəşəydir ay Allah, sanki bir mələkdir ay Allah. Bu qız nə qəşəydir ay Allah, sanki bir mələkdir ay Allah. Mən səni sevdim, məni sən sevmədin. Mən səni sevdim, məni sən sevmədin. Mən səni sevdim, məni sən sevmədin. Gördüm ay yüzünü vurğuna döndüm. Tutuldun üstünə məftuna döndüm. Sənin eşqin ilə məcnuna döndüm. Sənin eşqin ilə məcnuna döndüm. Mən səni sevdim, məni sən sevmədin. Mən səni sevdim, məni sən sevmədin. Mən səni sevdim, məni sən sevmədin. Görmədi gözlərim səndən özgəni. Qaçırdım gözünü, görmədin məni. Ey dünyanı versələr vermərəm səni. Dünyanı versələr vermərəm səni. Mən səni sevdim, məni sən sevmədin. Mən səni sevdim, məni sən sevmədin. Mən səni sevdim, məni sən sevmədin.
Nazı yandırdı, Ay, yandırdı, teşekkür Nazı ederim. yandırdı, yandırdı, Nazı yandırdı, yandırdı, Nazı yandırdı, yandırdı. Çok teşekkür ederim. Canlı musiqilərimiz gəlsin əvvəl. Sarışınım gəlsin. Sarışınım gözündən qaşına olmuşam heyran. Ay güneşin etri var səndə, günlərin etri var səndə, naz səndə, qəmzə səndə, sarışınım. Ay güneşin etri var sizdə, günlərin rengi var səndə, naz səndə, qəmzə səndə, sarışınım. Ay sarışınım gözünden kaşından olmuşam heyran. Sarışınım söyle olarsan mı sen benim yarım. Ay güneşin ehli var sende, günlerin rengi var sende, naz sende, gömze sende, sarışınım. Güneşin ehli var sende, günlerin rengi var sende, naz sende, gömze sende, sarışınım. Ay tanışların ver direği, kesmeden bir kömeği. Tanışların ver direği, kesmeden bir kömeği. Size kurban ben yüreğim, size kurban ben yüreğim. Alışmalası, alışmalası, alışmalası. Renk alışmalası. Cennet hala Deliklen karan aslara, canım belenlen karana, canım belenlen karana. Alışmalası, alışmalası, alışmalası. Azerbaycan balası. Gösterir mühebbetini, saklar ata hürmetini. Gösterir mühebbetini, saklar ata hürmetini. Çekerim onun eziyetini, çekerim onun eziyetini. Alışmalası, 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 alışmalası. Ay sen, 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 sen gele, sen gele, onlara güzel sen gele, o seni çok sevdi, onu dengele, sen gele, sen gele, sen yüksel sen gele, o seni çok sevdi, her onu dengele. Ay göz yanağın oldu senin, yüzündeki haldı senin, adamların baldı senin. Her demene sen gele. Ay göz yanağın oldu senin, yüzündeki haldı senin, adamların baldı senin. Sen yüksel sen gele. Sen, 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 sen gele, sen gele, olaraksan sen gele, o seni çok sevdi, eline onu dengele. Sen gele, sen gele, olaraksan sen gele, o seni çok sevdi, eline onu
olub atlara saldın. Sen canım aldın, atlara saldın. Gelen yaşlarım kıyam oldu. O gülüşlerim, o bakışlarım. İnan benim canım alıp atlara saldın. Dedemin basıp tane tane. Gelirim yanma ben tamare. Salarım sen için gitara. Tamare, tamare, tamare. Ay dedemin basıp tane tane. Gelirim yanma ben tamare. Salarım sen için gitara. Tamare, tamare, tamare. Ay canım sen için gitara. Tamare, tamare, tamare. Aile sen sevdiğim insan, uzun saçlı yarımsan, balımsan, canımsan, hepte sen var alımsan, canımsan, dolar gözlü yarımsan, yüreğini yürümene, hepte sen var alımsan. Ay lelelelel hanım, lelelelel canım, lelelelel yarımsan, benim sen elmanımsan, lelelelel hanım, lelelelel canım, lelelelel yarımsan, benim sen elmanımsan. Ay Azerbaycan elim Dolmayasız dilim Neylirem gurbet elim Alem kenar vətənim Evvel dağlı var kızı var Azerbaycan'ın Aralayanın kızı var Azerbaycan'ın Evvel dağlı var kızı var Azerbaycan'ın Aralayanın kızı var Azerbaycan'ın. Ey veli bağlarım var, ne güzel canlarım var. Öte seni uzanlar, İkin oğul kızım var. Belli oğlu var, kızı var, Azerbaycan'ın Aralayanın kızı var, Azerbaycan'ın belli oğlu var, kızı var, Azerbaycan'ın Aralayanın kızı var, Azerbaycan'ın. Teşekkür ederim, çok sağ olun. Nereden verirsen sevgahmanlarımız gelsin. Gel söz verək hiçbir zaman ayrılmayaq biz. Budur yenə can yoldaşım yanıma geldi. Mənə solmaz eşq gülləri çiçəklər verdi. Qızıl güllər, yasəmənlər bənövşələr biz. Gel söz verək hiçbir zaman ayrılmayaq biz. Gel söz verək hiçbir zaman ayrılmayaq biz. Batsa güneş, qopsa tufan, tutulsa ay, dönsə zaman, ayrı olsa bütün cahan, ayrılmarıq, ayrılmarıq biz. Batsa güneş, qopsa tufan, tutulsa ay, dönsə zaman, ayrı olsa bütün cahan, ayrılmarıq, ayrılmarıq biz. Ayrılmarıq, ayrılmarıq biz. Dileyledim, seni de ne sanmışam ay yüreğim. Yaxşıdan pisdən ömrü eyleydim, sənə hesab etmişəm ay yüreğim. İkim yaman qarşı, ağlam yaman da saçım. İkim yaman
Teşekkür ederim.